Salam, xoş gördük hər birinizi. Bu günlərimə çox gözəl, dəndən əzilməyən, rəngi qıpqırmızı alınan malina mürəbbəsi, yəni moruq mürəbbəsi hazırlayacağam. Hazırlamağa keçmədən öncə kanalıma dəstək üçün abunə olub bəyənməyi və videolarımı sonradan izləyib like etməyi unutmayın. Və məni digər sosial şəbəkələrdən və Instagramdan da takip edərsəniz çox sevinərəm. İndi isə keçək hazırlanma qaydasına. Hazırlamaq üçün moruqları bir qabın içərisinə əlavə edib, yaxşı suyun altında yuyacağam ki, üzərində olan tozu torpağı getsin deyə. Yəni moruqları çox suyun içərisində saxlamaq olmaz, yəni əzilib dağıla bilər. Onun üçün üzərindən su axıtmaq kifayətdir. Gördüyünüz bu şəkildə üzərindən su axıdıram ki, üstündə olan tozu torpağı axıb getsin deyə. Moruqları suyun içərisində yaxşı yuduqdan sonra gördüyünüz bu qaydada saplaqlarını ehmallı şəkildə çıxarıram. Yəni çıxararkən moruqları əlimizlə sıxıb əzmək olmaz. Bir də ki, moruqları əzilmişlərini də bişirmək olmaz. Yəni əzilməyini istəmirsinizsə, dəndən mürəbbəniz alınmağını istəyirsinizsə, yəni bərk moruqlardan bişirin. Mürəbbələrinizi bərk moruqlardan istifadə edin. Yumuşaqlarını isə kompot üçün istifadə edə bilərsiniz. Mən moruqlarımın saplaqlarını saxlayacağam. Qış üçün dəmləyib içəcəm. Soyuqda yeməyə bildiyiniz kimi çox xeyirlidir moruq mürəbbəsi. Saplaqları da o cümlədən də xeyirlidir. Onun üçün qurudub saxlayıb istifadə etmək olar. Gördüyünüz bu qaydada, yəni mən əzilmiş moruqları bir qabın içərisinə əlavə edirəm. Bərk bişirəcəyim mürəbbəlik üçün bərkləri istifadə edəcəm. Onları isə bir başqa qabın içərisinə əlavə edirəm, yəni seçirəm. Siz də bu qaydada seçib dəndən mürəbbənizi alındıra bilərsiniz. Və saplaqlarını da gördüyünüz kimi bir qabın içərisinə əlavə edib, daha sonra isə kağız qəzetlərin üstündə qurudacam. Bu əzilmiş əzik moruqları isə kompot hazırlayacağam. Çox faydalıdır. Kompotu da çox dadlı olur moruğun. Və mən bütün moruqlarımı təmizlədim, saplaqlarından ayırdım. Gördüyünüz kimi 1 kiloqram məndə moruq alındı. Yəni təmizlənmiş çiçəksi 1 kiloqram oldu. Yəni kiloya da 1 kilo şəkər tozu əlavə edəcəm. Bişirəcəm ləyinin alt hissəsindən öncə şəkər tozu əlavə edib, daha sonra isə moruqların yarı hissəsini əlavə edirəm. Bir hissə şəkər tozu əlavə etdim, bir hissə də moruq əlavə edib, daha sonra isə şəkər tozu əlavə edirəm. Yenidən moruq əlavə edib, ən son isə şəkər tozu ilə moruğun hər tərəfini bağlayıram ki, suyu yaxşı çıxsın. Bir gecə gözlədəcəm şirədə ki, soku yaxşı çıxsın deyə bişirərkən. Moruqların hər tərəfini şəkər tozu ilə bağladım. Gecədən səhərə qədər gözlədəcəm ki, şirəsi yaxşı çıxsın deyə.
Gecədən səhərə qədər moruqları gözlətdim. Gördüyünüz kimi suyu yaxşı çıxıbdır moruqların. İndi isə ocağın zəif xodunda 5 dəqiqə müddətincə bişirəcəm ki, şəkər tozu tamamilə ərisin deyə. Şəkər tozu əriyib o mürəbbəmiz qaynamağa başladığında ocağın altını gür xoda qaldıracam. 10 dəqiqə müddətində bişirib ocağın altını söndürəcəm. Qəti şəkildə moruğu bişirərkən kəfkürdən falan qaşıqdan istifadə etmək olmaz. Üzərində olan köpüyü də ən sonda bişdikdən sonra ocağın altını söndürüb, ondan sonra yığmaq olar. Yəni ki, qaşıq, kəfkür istifadə etmək olmaz. Moruqlarımız əzilə bilər. Yəni ləyəni qarışdırmaq lazım olarsa, gördüyünüz bu qaydada sağa sola sirkələyərək, yəni qarışdırırıq. 10 dəqiqə müddətində mürəbbəmiz qaynadı. İri-iri qabarcıqlar əmələ gəlməyə başladısa, ocağın altını söndürürəm. Gördüyünüz kimi dəndən mürəbbəmiz artıq hazırdır. Üzərində olan köpüyünü də yığdım. Soyduqdan sonra sterilize edilmiş bankalara yığıb sərin yerdə qış uzun saxlaya bilərsiniz. Mənim mürəbbəm artıq hazırdır. Gördüyünüz kimi rəngi qıpqırmızı, dəndən əzilməyən moruq mürəbbəmiz çox gözəl alındı. Allah hər kəsin bağladığını ağız şirinlə yeməyi nəsib etsin. Əminəm ki, sizlər də sevərək hazırlayacaqsınız. Videolarımı izləyib like etməyi unutmayın və mənə digər sosial şəbəkələrdən və Instagramdan da takib edərsiniz. Çox sevinərəm. Və videolarımı yaxınlarınızla paylaşın ki, daha çox insanlar videolarıma baxıb faydalansın deyə. Mənə nə sualınız olarsa, videonun açıqlama qisminə, yorumlar qisminə yazaraq paylaşa bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik sağ olun.